Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə çox maraqlı bir sualın izahına baxaq və sualın izahına başlamamışdan qabaq qeyd edeyim ki, avqust ayı üçün və sentyabr ayı üçün qeydiyyatlar başlayıb. Yəni möhtəşəm bir qrupumuz da olasıdır əlavə olaraq. Sırf hazırlıq müəllimi olmaq istəyən müəllimlər həmin qrupdan faydalana bilərlər. Yəni müəyyən şəkildə yığılmış, çətinlik səviyyəsi artırılmış sualların izahına baxılasıdır. Yəni ona görə də həmin qrupda artıq müəllimlər nisbətən bazası daha yüksək olan müəllimlər olasıdır həmin qrupda, yəni yığma müəllimlər deyək belə şəkildə. Avqust üçün həm bu qrupumuz, həm də yeni başlayan, miqə hazırlaşan və ya sertifikasiya hazırlaşan müəllimlər, həmçinin abituriyentlər üçün də qruplarımız fəaliyyətə başlayır. Dərslərlə qoşulub əlaqə saxlamaq üçün bizimlə birbaşa 050 778 44 24 nömrəsinə əlaqə saxlaya bilərsiniz. İndi belə bir sual var. Belə bir sualın izahına baxaq sizlərlə. Deməli, müəllimlər deyir ki, A, B, C, D şəhərlər arasında mövzu yollar göstərilibdir. Yollar bir istiqamətli olaraq yalnız o istiqamətində hərəkətin mümkün olduğunu göstərir. A şəhərindən D şəhərinə neçə fərqli yolla getmək olar? Deməli, müəllimlər, birinci növbədə biz baxırıq ki, yolları tək-tək belə göstərək. A-dır, B-dir, C-dir və D-dir. Deməli, biz baxırıq ki, birinci növbədə arada xətləri qoymayaq, sonra biz qarışdıra bilərik. Mən baxırıq ki, A-dan B-yə sadəcə 2 yol var. Hələ ki, A-dan B-yə baxın, sadəcə 2 yol var. Daha sonra baxıram ki, B-yə gəldiyimiz üçün B-dən də C-yə sadəcə 1 yol var. Təzədən C-dən D-yə getmək üçün artıq 3 yol var. Buradan 3 yol var. Bunu yazmış olduq. Deməli, bunu hesablayası olsam, 2 vur 1 vur 3. O da elədi 6. Hələ ki, bunu yazdıq. İkinci addımda mən baxıram ki, daha sonra ikinci addımda baxaq ki, A'dan C'yə birbaşa yol var. Fikir verin, müəllimlər. A'dan C'yə birbaşa yol var. Daha sonra yenidən C'dən D-yə gedəcək olan 3 yolda əlavə var. C, D-dən əlavə də 3 yol, yəni bu göstərdiyimiz 3 yollar var. Təzədən üzərinə qırmızı rənglə göstərdim ki, onları da hesablayaq. 1 vurulsun 3 də orada var. Bu da elədi 3 yol. Təzədən davam edərək, deməli buradan A-dan C-yə getdik və daha sonra indi baxaq ki, birbaşa B-dən, baxın müəllimlər, birbaşa B-nin özündən D-yə doğru gedən yol var. Baxın, B-nin özündən D-yə doğru gedən yol var. Deməli, B-dən D-yə başqa bir rənglə göstərək, B-dən D-yə bu şəkildə gediş yolu var. Amma B-dən D-yə gedənədək A-dan B-yə neçə yolla gələ bilərəm? Gördüyünüz kimi isə A-dan da B-yə 2 vurulsun 1 yolla gələ bilərəm. 2 yol da buradan var. Və həmçinin də bir dənə də görürük ki, A-dan D-nin özünə birbaşa gediş yolumuz var. A-dan D-yə birbaşa gediş yolu var, əlavə də 1. Və biz bunların hamısını toplayırıq. 6-nı, 3-ü, 2-ni və 1-i toplamda eləmiş olur. 12 gediş yolu. 6 üstə gəl 6, 12 ən cavab D variantı. Ümid edirəm ki, aydındır. Növbəti suallarda görüşərik. Hər ikisi sağ olurlar.